Odun alayım. Salam. Salam, axşamınız xeyir. Bəli, ailəliyim. Axşamınız xeyir. Yaxşı, sağ olun. Siz nətərsiz? Xoş gördük. Kod verməz. Səsimi buradan eşitirsən. Telefona niyə kod versən? Bazı kakaolu bisküvitim müşterinin istəyənə uyğun olardı. Hə, normalda mən ağ bisküvit eləyirəm. Klient istəyəndə kakaolu eləyirəm. Hələ ki mən oxuyuram. Qoy tortu sıvıyanda sən oxuyarsan. Yaxşı gününüz olsun. Nə bilim dedim uzun müddətdən sonra bir dənə canlı açım. Elə bir kağıtçılıq edib figurlarını düzəltdim, qutardım. Ben belə burada lazer kəsimləri belə ada uyğun. Şəkil çıxardılan yerə atırıq. Kəsirlər istədiyiniz ölçüdə, formada. Xoş gördük. İşiniz avan olsun. Çox sağ olun. Neçə vaxtdır nə tortudur? Bir dənə ad günü tortu var. Bir dənə balaca bayram tortu var. Axşamınız xeyir. Xoş gördük. Çox sağ olun. Ad günü tortudur kızlar. Bir dənə də yeni il üçün balaca tort var. Bak, figurumu biraz olar düzəltdim. Şimdi birazdan ayıcıq bu tortunda. Başlayayım bu kremi çalım. 1 saat geçti. Ben normalde bu vaxtı canlı açmırdım. Hər ehtimal bəxtimi sınadım. Bu neçə santim bişirmişsiniz? Bu kızlar 21 diametrdir, 8 yumurta. Sekiz yere de bölünübdür. Hoş gördük. Ben bir tane kremi çalım. Başlayaq. Vaxtınızı da almayayım sizin. Buna hardasa çalacağım kızlar. 5 çörək qaşığı krem çalacağım. Baxın, o bəzi adamlar deyir ki, məndə krem alınmır. Dolu deyəndə baxın belə dolu tökün. Qaşığı 2 3 4 5. Yəni bu üst sıvaqlı kremi nə qədər yaxşı çalsanız, üst sıvaqda o qədər yaxşı rahat olar sizə. Çox sağ olun, teşekkür ederim. Salam, sual vermək olar. Ev kremiyə yaxşıdır, yoxsa Türkan nədir? Başa düşmədim. %23 diametr 7 yumurta normalde 4 yere 5 yere. 4-5 yere bölünməlidir. Çünkü 24 diametr 24-25 diametrdə 4 yere bölünür. İndi hal-hazırda içində də biskvit pişir. Mən sizə göstərərəm. 7 yumurtalıq biskvit pişir hal-hazırda 20 diametrdə. Qoyun belə göstərim mən sizə, dayan bir dəqiqə. Baxın, amma 20 diametrdə 7 yumurtadır. 2 dənə 20 diametrdə. Mən besting istifadə edirəm. Həmən besting istifadə edirəm qızlar. Bir də indi baba kremi çalmamaq üçün mütləq xaladenikə su qoyun. Bax, qabda xaladenik suyu. Buz kimi olmalıdır ki, kreminiz yaxşı olur. İsti su olanda krem yaxşı olmaz. İndi mən bura töymüşəm 5 xörək qaşığı. 5 xörək qaşığına xanımlar
tam bir stakanı doldurmuram. Ama burada olsaydı 6 xörək qaşığı bu stakanı tam doldurmuş vəziyyətdə tökməliydim. Ama 5 xörək qaşığı olduğuna göre ben bura bir stəkandan bir barmaq əksik su tökürəm. Bazı tünd yaşıl rengi kuru boyalarla necə aldırma olar? Üstündə alma şəkili olan boyalarla. O kivi olanlar sarıya çalır, tünd olmur. Ama üstündə alma şəkili olanlar tünd olur. Suyla belə qaçışdırırıq kızlar. Heç çırpanda tozlar uçuşmasın. Hardasa 1 kiloluq tort 10 nəfərə çatır kızlar. O da bölməkdən asılıdır. Normalda 10 nəfərə çatır 1 kilogramlıq tort. Hardasa 45 nəfərə də bir 4 kilo yarım eləməz. Kızlar, hündür tortlarda çalışın 2 qaba tökün pişirin. Onda hem bisküviniz daha güzel yumuşak olur hem de çok güzel hündür olur. Ama onu ben bir qaba töksəm, 7 yumurtanı bir dənə 21 diametre töksəm 8 yere bölünməyəcək. En azı 5 yere bölünməyəcək. Ama belə 2 qaba tökəndə hündür tortları hem bisküviniz daha güzel yumuşak elastik olur hem de ki daha hündür olur. Bisküviye her şeyle ne bilərsən, ama suyu həddindən artıq az tut. Tünd rengi olmağını istəyirsənsə suyu çox az tut. Ben su qatıram, su qatmayam kızlar. Bir de onu deyim ki, tortu sıvıyan kimi püskürtmə eləyin. Eğer tortu saxlayıb və ya xaladenikə qoyub sonra püskürtmə eləyərlər, o renk onun üstündə tutmur. Ama tortu sıvadınız, xaladenikə gətirməyən, qoymadan püskürtməni eləyərlər, tortun üstündə renk daha qəşəng tutur. Yumurtanın ağı ilə sarsın, mən ayırıb sonra üstə tökürəm. Çok sağ ol. Bu toz boyalar ümumiyyətlə elədir ki, gerek tünd rengi aldırmaq üçün püskürtmə yoxdur. Boyaya qatmaq istəyirsiniz, gerek az miktarda krema qatasınız boyalar ki, tünd olar. 66 nəfər var. Canlını beğenin kızlar. Başkalarını da karşısına çıkıyor. Çok az toz rengi əlavə ediyoruz. Birazcık toz beyazdı. Ona göre ona çok az toz rengi əlavə ediyoruz. Boyanı da kremin içine bir dəfəmə tökməyib. Baxın, az bir suya qatım belə. Bu boz rengidir. Hə, aycığını da özüm düzəltmişəm elə bir saat olar düzəltmişəm qızlar.
Paylos vurdum ki tez kurusun. Çünkü vaktim olmamıştı evvelceden düzeltmeye. Bir saat dolar düzelteceğim. Şimdi bu üstündeki bisküvit de çıksın ve size göstereceğim pişmiş halini. Olabilir belki mikserinizden de. Çünkü normalde bende belki olur. Koyunda çalmış haladenik de var. Gösteririm. Sizden yapmış alın. Mikserin olabilir suretinden de. Mikserinizin sureti zayıftı ona göre. Kremi de çalandan sonra kızlar. Bakın çaldı tutardı. Biraz böyle katıştırırsınız. İçinin hava kabarcıkları çıksın. Bakın. Ki sıvamak rahat olsun. Katıştırdık hava kabarcıkları çıktı. Başlayacağız tortunuzu sıvamaya. Olabilir ki farklı istifadə edilir. Ama çok vaxt demək olar ki, krem qaymaq eləyəndə krem eynidir. Sadəcə kremin içine əlavə qatqılar vururlar, dadı fərqli olur. Krem pendir vura bilərsiniz. Yani başka nüanslar var ki, onları eləyirlər, kremlər dadlı olur. Tamam başka bir dadlı olur. Veya vitrin tortları çok vaxt yağlı kremdən olur. Yani hər vaxt qaymaqla olmaz vitrin tortları. Çok vaxt krem, yağlı kremdən olurlar. Yağlı krem bu biri qaymaqlı kremə baxanda daha uzun müddətli vitrində qalır. İzzət bacım, mən tanıdığınız mələyəm. Sizi canlı açanda mən hər gün gəlirdim. Lap gözəl mələk nətəsi? Qaymaq yaşıdır yoxsa krem şanti? Çölünə fərqi yoxdur, hansını istəsəniz. Bir dənə kızlar, indi mən tortu sıvıyıram. Ola bilər mesajlarınızı görmərəm. Tortu sıvıyım, tutarım, ondan sonra mesajlarınıza baxaram. Çünki tortu sıvıyıram, telefona baxa bilmirəm. Telefonu bilmərəm. Canlıya gir, telefonu koy bura, aşağıda gör. Oxun da oradan. Demir. Sonraki bacı çok sağ olun kızlar. Hə, indi yazın buradan oxuyarım. Çalıştığım qədər gördüklərimi oxuyuram. Görmədiklərimə də inciməyin. Rəhbərlərinizə sağlıq. Bestingdir. İçinə vurduğum şiftukadır. Üzü üçün elədiyim bestingdir. Baxın kızlar, qalın yayın. Çünkü çok nazik eləsəniz, sonra sıvıyanda bisküvit görsəniz sizə çətinlik olur. Ona göre çalışın. Biraz qalın çəkin ki ilk növbədə. Sonra onsuz da tədricən onu sıvıyı düzləşdirməyə çalışdıqca o artık krem hamısı gedir, qalmır. Tortun hündürlüğü tam 15 santıdır. Çünkü elimdeki bu alet tam 15 santılıkta. Bu alet 15 santılıkta değil. Ona göre tortun hündürlüğü 15 santıdır. Bakın arada bu qıraqların artıq çıxanların belə silirik. Görürsünüz, burada batıqlar var. O batıqları doldurmalıyıq. Çünkü onları sıvamaqla yox eləməyə çalışdıqca başqa hissələrin kremi açılır. Bisküvit açılır, görsənin. Ona görə bir dəfə elə sıvıyın, əlinizi saxlayın. Haradakı boşluqlar var, o hissələri düzəldin. Bir də ki kızlar, sıvaq tələsik görüləcək iş deyil. Bəzən burada görürsünüz, canlıda deyirlər, ay 1 saatdır sıvıyırsam belə elə. Əsas odur ki, düzgün sıvıyın.
özünüzü tələsdirmədən rahat-rahat. Yəni sıvağınızın qəşəng olmağını istəyirsinizsə, qəşəng və sərbəst işləməlisiniz. Hər bilirsiniz, kremin kıvamından asılıdır. Çox bərk olanda yenə sıvamaq çətin olur. Çox yumuşaq olanda yenə sıvamaq çətin olur. Ona görə onu tam kıvamında eləməlisiniz ki, sizin üçün sıvamaq da asan da olsun. Bir də görürsünüz, əlinizdəki üstünü nazik sıvağın eləyəndə əlinizdəki aləti biraz yavaş fırladın. İndi göstərəcəm nəyi demək istəyirəm. Baxın, belə baxırıq. Əgər ki, düz olmağını istəyirsinizsə, tez-tez bu alətin ağzını təmizləyin qızlar. Təmizlədik. Bunu belə tam qoyub, əmin oluruq ki, bu belə durmur da. Bu tam belə tortaltlığın üstündə düz durur ki, tortumuz da düz olsun. Çünki əlinizdəki aləti siz əyri tutsanız, tortunuzun görüntüsü də əyri olacaq. Baxın, görürsünüz. Çalışın bu aləti bu paddonun üstündən qaldırmayın yuxarı. Ona diqqət eləsəniz, görərsiniz ki, tortunuz qəşəng dümdüz olur. Şanti sizə salam. Böyük olur axı qutuda yer. Tort altı neçəyədir fırlanan. Onu Temudan vurmuşdum, ucuz vurmuşdum qızlar. Deyəsən 14 manata vurmuşdum Temudan. Tam yadımda değil, canlılarda demiştim ama indi yadımdan çıxıb. Yaydakən vurmuşdum. Baxın, görürsünüz, yavaş fırladıram. Çünkü istəmirəm tel qalsın. Baxın, burada çox cüzi var. Görürsünüz. Əslində onlar bizim gördüyümüz bir qüsurlardır. Klient o qüsuru görmür. O cüzi qüsurları. Sadəcə adam özü istədir də görsənəm. Baxın, alətimizin ağzını təmizlədik, yuduq. Gətirib sonuncu dəfə bunun üstündən keçiririk. Zək gəldi. Sonuncu dəfə qızlar bunun üstündən belə gedirik. Ki, tam dümdüz olsun. Arka tarafta bakın biraz açılma oldu. Aha. Ona göre elimizi saxlamırıq, təzədən başlayırıq sıvıyırıq. İnşallah. Axı alt hissəsindən qaymaq olur. Yox, bu şantilər o qədər də dadsız şanti deyil qızlar. Yəni mən onu deyim ki, özümüzə evə də eləyəndə yəni qaymaqla sıvamıram. Qaymağın o üstündəki dadı bu belə daha yüngül olur. Qaymaqla sadəcə için yığır. Amma klient deyərsə ki, hə yox, üstü də qaymaq olsun, onda başqa məsələ. Onda sırf qaymaqla da tortu yığırıq. Amma belə deməyəndə, dediyim kimi ev üçündə eləyəndə mən şanti ilə eləyirəm özümüzə də. Yəni tək klientə yox da, özümüzə də şanti ilə eləyirəm. Tortu əsas dediyim kimi birinci sıvağıdır. Sıvağı qəşəng eləyəndən sonra qalan hər bir şey səliqəli gedir. Yəni sıvağı çalışın, başdan getdi eləməyin. Qaymağı çatlamağının səbəbi odur ki, çox nazik çəkirsiniz tortun üstünə. Tortun üstünə çox nazik olduğuna görə, bu tort biskvit onun nəmişliyin çəkir canına, ona görə də başlayır qaymaq tortun üstündə çartlabağa. Ona görə bir tık qaymağı artıq çəkin, çox həddindən artıq nazik çəkməyin ki, qaymağınızda çartlamasın. Və ya krem şantinin özü. Krem şantini bir dəfə mən
tortun üstünə çəkməyin. Altdan nazik qat mütləq qaymaq çəkməlisiniz. Üstündən də şantini çəkməlisiniz. Həm o alt qatdakı qırıntıları yığır qızlar. Rahat olur. Üst sıvağı eləyəndə altdakı o biskvitin qırıqları çıxmır üzə. Həm də ki tortunuz daha səliqəli olur. Baxın, siz oradan indi baxırsınız, deyirsiniz ki, bunun qırağı düzdür da, bu niyə dayanmadan sığır. Amma cüzi elə bir nüanslar var ki, onlar adamı narahat edir. İstəmirsən qala. Amma o kamerada o dərəcədə görsənmir. Sadəcə adamın özündən asır da, istəmirsən ki, o bir damcı qüsurda qalsın. Belə. İndi bax, yanımda salfetka qoyuruq qızlar. Hər dəfə bu üstünü çəkəndə mütləq bıçağınızın ağzını təmizləyirsiniz. Belə. Yani bisküvitimi çıkardım geldim kızlar. Bisküvit pişti. Bakın kızlar. Bisküvitimiz pişti. Şimdi bunu aparıp setkanın üstüne ters çeviririk. Bakın. 7 yumurtanın bisküviti. Aparıp setkanın üstüne ters çeviririk. Soyana kimi soğanın setkasının üstünde sert torbada kalır. Ta ki soyana kimi. Soyandan sonra da çıxardırıq qabdan. Sıvayaq. O dediğim kremlər. Çox sıvı kimi sıvayım. Gecə qalsın xəmirlə örtüm sonra. Eğer mastika ilə örtmək fikriniz varsa, mastika ilə örtmək istəyirsinizsə, mütləq altına qanaj edin. Qanaj eləyəndə daha qəşəng düz olur. Yoxsa istər-istəməz tortunuzda çökmələr ola bilər. Ona görə çalışın qanajla edin. 10 yumurta, 30 santim üçün 10 yumurtadan eləməlisiniz. Püskürtmə eləyə bilərsiniz və ya mən canlıda elə bir tortumuz var, qırmızı tortun yığılması. Orada girin baxın, orada hansı boyadan istifadə eləmişəm var. Nə alınmır? Bu bisküvit 21 diametrdir. 8 yumurtadandır. Tüm kırmızı bisküvitin Turababa sözü başlığı görmürəm deyin. Sonrasını başa düşə bilmirəm nə yazmışsınız. Çünkü hem sohbet edip hem biraz mesaja bakmak çətin olur. Ona göre kızım. Ben il olur düşmeyeyim. Ayçığımızı indi bax görək hansı tərəfdən qoysaq daha yaxşı olar. Çünki lazer kəsində qoymalıyıq qızlar. Əlimdəydi. Parmağım dəydi. İstəmədən elə kazalar da olabilir. Hə, amma sıvıyan kimi eləyin. Yəni saxlayıb sonradan eləməyin. Baxın, ayçığımızın şirinliyi. Bir dənə ayçığın yerində editləşdirməliyəm. Ona görə biraz baxıram.
hündürlüğüne. Çünkü karşı tarafta Meryem adı da var diye. Ona göre aydın biraz yerin. Bakın görüm hardan koyayım. Aycığın elinde ip olmalıdır kızlar. O ipte alttaki penoplastı değil. Penoplastı tam oturmalı. Bakın böyle. Olabilir. Şimdi her yerin ağız tadı farklıdır. Bazısı daha şirin hoşlayabilir. Bazısı normal hoşluyor. Her yerin ağız tadı farklı olur. Ne yazmış? Akşamımız helvacı necəsən? Tortun diametri 21 diametrdir, 8 yumurtadandır. Stəkanla ölçmürəm, məndə qramlandır. Bilirsiniz kızlar, nə vaxtdan canlı açmıram. Canlı gec açanda adam öyrəşmir. Ona görə. Tez-tez açanda canlı öyrəşmiş olursan. Bir dəqiqə gəlirəm qızlar. Kız burada yuxuya ki istediğini aparıb onu yerine koyuş geldim ona göre. Üstünü örttüm. Salam. Size salıp dünən bir reseptlə baxdım, qabartma vurmur, kek risk edə bilmədim. Tortun arası üçün qırıntı şokolad alıram. Onun kilosu 11 manatdır. Damla yox, qırıntı alıram. Şef Duka istifadə edirəm. Bestingin karamel sosun, Bestingin pişmiş malakosun. Onlar istifadə edirəm qızlar. Evet. Mastikanı getireyim. Bu ayıcığını elinin ipinde düzeldim. O yadımdan çıktı. Biraz armacıkan. Biraz da karıştı. Ayıcığın elinde ip var. Elə bir ki, el olmalıdır ki, balonları göyə tuturdu. Kaynar suyla bağını yazını çıxartdırırlar, yoxsa hazır alınır. Bunu çıxartdırmışıq qızlar. Fotoğurda burada şekil çıxardılan yerdə çap eləyirlər. İstədiyiniz ölçünü atırsınız. Siz istəyən ölçüdə çap edib verirlər. Baxın, ağla karışını mastikanı qatıraq
Tamam, o topların içi almışsınız. Topların paçkası 3 manat 50 qəpikdir bizdə. 3 manat 50 qəpik almışıq paçkası. Soruşdum, Aysel görmədi. Nəyi soruşdu? Tort dünyası. Təzədən yaz. Təzədən yaz, baxım. Hə, bunu 2.50-yə. Hə, bizdə Aysel, hə, adaşsan sən. Hə, biz gördüm qrupda yazmışdın. Bizdə hə 3.50-də. Tort mağazindəsin də elədik, qıraqda. Harası gitsən, orada mağazalarda ucuzdur. Sadəcə elə vaxt olmur gedir baxmağa. Yoxsa burada ucuzluqlar var, hə, orada ucuz olur. Sadəcə mənə sərf eləmir də, mən hər vaxt gedə bilmirəm. Tort mağazinə də maşın göndərirəm. Orada ta hamısını yığıb verirlər. Həm də o topların pulun, yəni mən 1-2 dənə olmadığı sürəcə, bax indi buna 7 manat əlavə tortun üstünə gəlinəcək. Yəni o pul əlavə hesablanacaq. Tortdan əlavə. Aycığı 5 manata. %26 santını eləyə bilərsiniz 8 yumurtadan. 8 yumurtalıq biskvit eləyə bilərsiniz. Biskvit reseptləri səhifədə var. Keçid eləyim bir dənə səhifədə çalınma qaydası da var. Tək yəni deməklə deyil də çalınma qaydası da var. Oradan keçin baxın. Düşməmək üçün. Məndə yəni düşmür, heç nə eləmirəm. Amma belə canlılarda görürsünüz ki, elə normal tortun üstünə yapışdırır. Amma belə sizdə düşürsə, arxa hissəsinə şokolad vura bilərsiniz. Şokolad vurursunuz, quruyur. Sonra qayıdıb onu tortun üstünə yapışdırırsınız. İndi aycığın əlinə bantik düzəldəcəm. İplərin yarısı da aycığın əlində olar. Deyə bilərsiniz ki, aycığın əli niyə göydə qalır? Yəni ona görə. Hələ tutarım, onu son deyim. Şirvanda. O baxır sizə atılan 5 kiloqramlıq tortun üstünün dizayninə. Bəlkə elə bir tortdur ki, elə üstünün 1-2 kilosu dekorudur. Yəni sırf belə demək olmur axı. Həm də atılan tortun diametrindən asılıdır da. Bəzi müştərilər deyir ki, hündür olsun tortum. Bəzi müştərilər deyir ki, yox, alçaq olsun, eninə ver. Hər tort ona görə fərqlidir. Bir də ki, qızlar, sırf bilə bir demək olmur ki, deyək ki, məndə 6 yumurta, 7 yumurta 2 kiloqram çıxır. Birdən soruşurlar ki, 2 kiloqramlıq tortun ya 3 kiloqramlıq torta nə gedir? Onu demək olmur. Çünki tortun kilosunu araya qatdığınız ləvazimat bəlirləyir də. Yəni, onun baxır arasına nə qatırsınız, nə qədər qatırsınız, o kilonu çıxardır ortaya. Yoxsa normal biskvitin nə ağırlığı var ki? Hə, indi hər şeyin qiyməti bahalaşıb. Düzdür.
Yox, niyə bayaq mənə biri atıb tortu? Bu bir də bu süni intellekti nədir? Bax o çıxandan heç yaxşı olmur da. İnarsınız, onda yazdırırlar tort. Orada deyirlər ki, filan şeyə uyğun tortlar. Klient atır ki, bunu elədi. Bunu axı kimsə eləməyibdir. Bunu normal kompüterin elədiyi bir tortdur. Deyirlər özdəki, burada nə var ki deyirlər. Amma tam başa düşmürlər ki, onun üstündə o boyutda marsipan var. Elə bilirlər ki, marsipan hava idi. Yox, atılan tortda heylə deyil. Ona görə Ayının əlini uzatmadım qızlar. Yoxsa normalda hə, Ayının əli bura birləşik olmalıydı. Onlar Ayının əlində olmalıydı. Amma maalesef atılan tortda elə deyil. Görüm axırda bu biri telefonda olmalıdır. Ayının əlindəki. Tort şəkili olmalıdır bu bir telefonda göstərərəm. Ona görə belə çətinlik çəkdim də Ayının əlində olsaydı nə var idi? Qiymət deyin də deyərlər çoxdur, amma istədikləri forumda xəbərlər yoxdur. Yox qızlar, ona fikir verməyin siz. O çox şey deyə bilərlər qiymət cəhətdən. Siz qiymətinizi bir dənə deyin ki, budur, şu. Ondan sonrasın onlar özləri bilər. O tam onun üstünə tutulur. Çünki onsuz da bu boşluqlara, bu balacalardan qoyanda bu boşluqlar örtüləyəcək qızlar. Ne vaxtdan canlıda tort yığıram. Elə bir yadırğamışam. Canlıda tort yığmağa. Ağzı qapaqlı qutunu bəli, əlavə alınır. Ağzı qapaqlı qutu olanda ayrılır. Bir də belə penoplastların pulu ayrılır. Baxın, burada da qiyməti var. İndi bura lent vuracağım o heç. 2 manat 80 qəpikdir. Bunların pulu əlavə alınır. Yəni, onun pulunun üzü tort aidiyyatı olmur da qızlar. Hə, tortu açıq verir. Çünki tortun qutuları qızlar
Ən balacası bizdə 2 manat 50 qəpikdən başlayır. Əgər klientə əvvəlcə də deyirəm, kutuda istəyirsinizsə, kutunun pulu əlavə hesablanır. Əgər yox desək, yox, kutunun pulunu ödəmirəm, onda belə açıq formada da tort verilir. Çünki diametr böyüdükcə kutunun qiyməti də bahalaşır. 2.50, 3, 30 santlıq kutu burada 2 manat 50 qəpikdir. 30 santıdan yuxarı qalxdıqca, diametr qalxdıqca, ölçü qalxdıqca kutunun qiyməti də qalxır. 3.50, 4 manat. Mən onun 2 kiloluq tortun üstündə mən durum 4 manatlıq, 3 manatlıq korobkanı verəndən sonra mənim orada əlavə nə gəlirim oldu. Ona görə onların pulu əlavə hesablanır. Yəni müştəri əgər kutuda istəyərsə, o kutunun pulu əlavə ödəyir. Buna sadəcə bu penoplastda əlavə alınır, amma normal yoxsa tort altlıq olanda ki, bu altlıqlarda yığanda bunlara əlavə pul alınmır. Bu altlıqlara əlavə heç bir pul alınmır. Bir dənə bunun yazısı, bir də şamı var. Amcım artıq alınmır axı. Mən həm də duram, pulum verəm. O yüzden mənə əlavə xərcdir. Kilosu 15 manatdır. Nəyi tək alıram? Zeynəb. Onu bilmədim. Nəyi deyəsiniz? Təzdən yazın. Baxın, deyim. O altlıqları, bayaq göstərdiyim altlıqlar tək alınır. Yəni dediyim kimi, klient deyərsə ki, kutu. İzamat olar. İzamat şirin quş hazırlamaq üçündür. Üç qatı yox qızlar. Onun diametri sizə atılan tortdan asılıdır. Mən onu buradan deyə bilmərəm neçə diametri. Neçə diametrdə istəsəniz eləyə bilərsiniz. Sizə neçə diametrli tort atılıb, sizə nə boyda tort atılıb, ondan asılıdır. Yəni onun ölçüsü mən nə buradan deyim. Ölçü olaraq neçə ölçüdə istəsəniz pişirə bilərsiniz onu. Bunun yazısı da var qızlar. Ağ lentin üstündə pəmbə yazısı var. İlk yaşım mübarək. İndi gətirim onu da yazım. Size salam verdim. Bir dənə gətirim yazısını da yazım. İlk yaşım mübarək. Amma lentin üstündədir də. Yazısı. Belə şux pəmbəni aldım üçün qızlar. Normalda çünkü aldığımız pembe bu derecede şux rengi olmur. Biraz daha bozuk çalan pembe olur. Onu bu sulu boyalardan qatıp eləyəndə daha qəşəng. Buradaki kimi pembe olur. Baxın bu sulu boyalardan. Çok az miktarda mastikanın üstüne vurursunuz. Qayda nişastanı yoğurursunuz. Onda qəşəng pembe alınır. Zəri az tökmüsüz. Zəri eğer ki o üfürmə şeylərdən deyirsinizsə, zərlərdən deyirsinizsə, mütləq zərin alt hissəsində ya nazik mastika yaymalısınız, ya da nazik salafan olmalıdır. Yoxsa
Zər tortun nəmişliyin çəkir, üfürülmür. 25-20 diametrə hardasa gedər 2 kiloluk tort istəyirsinizsə 7 yumurta. Salafan var idi. Onda ola bilər ki, xaladelnikinizdə nəmişlik olmuşdu. Yoxsa belə onun bir də o zəri klientə verməmişdən əvvəl tökün verin. Əvvəlcədən tökün, soyuducuya qoymayın. Baxın qızlar, ağ mastikanın içinə qatdıq. Baxın belə şox qəşəng pəmbə oldu. Uzağı bir həftə, 10 gün, o da baxır soyuducuya. Bəzi soyuducular var, daha tez xarab olur. Yəni, no frozlarda ən azı bir 10-12 gün qalır. Əgər yox, çox gec istifadə edirsinizsə, normal tortun arasına sıva çaldığınız kimi çalın, qoyun buzluqda qalsın. Buzluqda xeyli qalır. Dəqiqə qızım. Buzluqda uzun müddət saxlaya bilərsiniz. Bu penoplastlarda gerek bu hissəsinə belə lent çəkəsiniz. İndi fikir deyin görək. Bu rəngmi lent çəkeyim? Yoxsa pəmbə rəngmi? Pəmbə biraz çox açıq görsəndə. Hansı rəng çəkim qızlar? Qızılını çəkim. Elə mənim də qızılı ilə daha çox ürəyimə yatdı. Heç kimi şeydə yandırmışam. Qırılıb da silikon aparata. Bu hissədən başlayaq ki, calaq arxa hissəyə düşsün. Və məndə qayçıq var idi qızlar. O biraz enli qaldı. Əslində kəsməyi olar enindən. Tünç rayı olsaydı daha yaxşı olardı. Tünç rayları nazikdir. Ona görə məcbur birim vurmalıyıq. O da bu olsun. Bu tünd rəngi olsaydı əslində yaxşı olardı. Eninə fikir verməyin. Enin qatlayıb vurmaq olur. Və açmır neysə rəngin. Başlayaq. Belə bir tərəfdən açılırıq. Üzülürsən qızlar, biraz boğazım ağrıyor. Çox o hər tərəfinə vurmağa ehtiyac yoxdur. Arada bir bəzi yerlərinə vurub bənd eləsəniz bəsdir. Bəs eləyir.
Nakliyat düşdü əlimə. Əlim yandı. Qravin dolğudur qızım. Belə. Elə ki, bu artıq şarikləri yığar. Gətirir, yazısını yazar. Balaca qəlbdən kəsəcəm. Ona görə əvvəlcə bunu yaydım ki, mən o birisi ağı yayana ki, bu biraz təpsin. Balaca hərf kəsəndə yumuşaq olanda biraz çətin olur. Bu burada dursun. İlk yaxşı mübarək. Ya da bu qalın da kəsim balaca ilə yaxşı olmuyor. Söz azdı deyil. Böyünə yazım ki, daha dolu görsənsin. Ben sırf bir dənə tort atmayıb, 2-3 dənə tort atıp hərədən birindən renk istəyir, birindən forma istəyir. Yox, bircə dənə şamlara əlavə pul almıram qızlar. O da 2 dənə, bir dənə olarsa yox. Əgər o bəzi tortlar var üstündə 6 dənə, 7 dənə, 10 dənə şam. Bax onlarda hə, əlavə ödəniş alınır. Amma belə bir dənə, 2 dənə olanda yox. Tort özü 2 kilo yarımdır qızlar. Ondan əlavədəki indi üstündəki lazer kəsimdə əlavə hesablanacaq. Sonra bu toplarda əlavə hesablanır. Onlar hamısı əlavə hesablanacaq. Banu sözü 2 manata çıxardılır. Bir rəqəmi 1 manatdır. O heç. Ondan əlavə. Hə, 7 manat üstündəki topları eləyib 5 manatda aycıq.
Onları hesablayın, sonra da 2 kilo yarım tortu hesablayın. 15 manatdan. Evdə alınmadan hazırlamaqdansa alınma daha yaxşı. Eğer sırf o dadı istəyirsinizsə. Çünki evdəki dad düzdür oxşaya bilər, amma sırf eyni dad olmur. Amma evdə normal şokolad sosu bişirib arasına tökə bilərsiniz. Bir də qızlar, keçən canlıda o canlını yaddaşdan sildim. Orada sifariş üçün nömrə verilmişdi. O nömrəyə çox qızlar yazır. Görsən ki, inciyir. O nömrəyə sifariş üçün baxırlar. Ona mən baxmıram. Qız baxır, sifarişləri mənə yazır, atar. Yəni siz orada günə dedi ki, ən azı bir 10 dənə, 12 dənə tort üçün, köməklik üçün yazanlar var. Yəni o baxsa da onu mən bəzən yanımda olanda baxanda cavab verirəm. Amma o qız ona cavab vermir. Cin nömrədəki. Ona görə heç birinizin xətrinə dəyməz. Çünki anlayışı yoxdur cavab verən. O nömrəni də burada paylaşmaqda sifariş üçün paylaşılmışdı. Amma deyir ki, sifarişdən çox kömək üçün yazanlar olur. Çoxu deyir ki, yazmırsan inciyir. Ona görə incəməyin. Hə, vurduğun qıraxmalıdır. Çünki inarsınız o qədər iş olur ki, yəni bir nəfər, 2 nəfər yazmır da kömək, çünki onlara kömək eləyəsən. Ən azı günə bir 10 nəfər yazır. Onun oturub onu ilə də hər gün söhbət eləyəsi olsan, onda gərək heç biri iş görməyəsən. Ona görə həqiqətən inciməyin. Bir deyil, 2 deyil, gündəlik çox adam yazır kömək üçün. Və ya qrupa pulsuz qoşulmaq üçün çox yazanlar olur. Yəni mən də uzağı 1-2 nəfəri qoşa bilərəm də. Hamına qoşa bilmərəm axı ödənişsiz. Ödənişsiz ancaq mənim sizə köməkliyim burada göstərdiklərim ola bilər. Çünki 2 dənə, 3 dənə ödənişsiz kimisə qəbul eləsən, o ödənişlə ürətdiklərinə də haqsızlıqdır da. Ki, sən məni ödənişə alıb qrup əlavə edirsən, amma başqasını pulsuz əlavə edirsən. O ödənişi eləyənlərə də haqsızlıqdır. Nəyi şantiyə töksək yaxşıdır, yoxsa püskürtməyə? Nəyi deyirsiniz qızlar? Burada hərfi yazıram, ona görə də xəbərim yoxdur, nəyi deyirsiniz? Rəngi deyirsiniz. Rəngi deyirsinizsə püskürtmə daha yaxşıdır. Daha az boya gedir və daha tez rəngi effektini əldə edirsiniz. Şariklər penoplast deyil, yox, elə hazır satılan şariklər. Nə gözəl. Püskürtmə eləməmişdən qabaq kremin içinə biraz tökə bilərsiniz dirəkdən, tökməyə də bilərsiniz, fərqi yoxdur. Sadəcə boyaya suyu az tökün.
Yəni boyaya suyu çox tökəndə o neynəsəniz də belə 10 dəfə də püskürtmə eləsəniz o açıq rəng olur. Ona görə çalışın. Deyək ki, sulu boya ilə eləyirsiniz də. Bir xörək qaşığı boyaya uzağa bir çay qaşığı su tökün. Ki rəngdə tünd olsun. Amma yoxsa belə açıq rəng olur. Bəzən deyirlər ki, biz püskürtmə eləyirik, yenə açıq rəng olur. Onun səbəbi odur ki, suyu çox tökürsünüz. Ay nə gözəl, Allah klientinizi bol eləsin. Hərfi də bir axtaranda tapmaq olur. Salam, hoş geldiniz. Kızlar canlını beğenin. Canlını beğenin, ola bilər bayrama kimi tez-tez canlı açdım. Yo, həvəsdən düşməyin, yəni sadəcə yaxınlarınıza deyin, paylaşsınlar sizin tortları. Paylaşsınlar ki, hamının yadına düşsün. Hər şey birdən-birə olmur, sadəcə səbirli olun. Görürsünüz, elə bir vaxt gələr, birdən-birə bir gün içində elə zirvəyə qalxarsınız, daha çox olar sifarişiniz. Nəyi nətər sabitlədim sizə? Nəyi deyirsiniz, nətər sabitlədim? Hərfləri bilib top. Aynı, bu penoplastda aynın alt hissəsində çöp var idi. O çöpə taxdım. Çöpü ilə ki, penoplasta taxdım. Amma belə normalda penoplast olmasa da olardı. Aycığın alt hissəsinə çox az krem vurun. Onsuz da torta sökənir deyin, qətiyyən onun düşmə ehtimalı olmur. Yəni ondan qorxmayın ki, düşər. Torta yapışandan sonra ayda düşmə ehtimalı olmur. Yox, ən çox tanıyanlardan. Yəni bilirsiniz nətərdir? Tanıyanlardan kimsə sifariş götürür, başqasına məsləhət görür. Bax indi bu tortu elədiyim tortun ilk dəfə bunların toy tortunu eləmişəm. O da qohumuna, qardaşının uşağının ad günündə ona məsləhət görür. Elə sifariş də çoxalır. Yəni sadəcə xoşlarına gəlsin, hamı bir-birinə məsləhət görür, elə daha yaxşı olur. Çoxu zəng vurur, deyir ki, filan kəs verdi nömrənizi, filan kəs məsləhət gördü. Mastikadır. İplər mastikadır. Yəni ən çox kiməsə məsləhət görməsi ilə gəlir klientlər. Düzdür, Instagramdan da gəlir, YouTube'dan da gəlir. Amma ən çox belə video formada olur. Hərflərin altı nişastalı olduğuna görə qızlar, salfetkəni belə yavaşca təmizləyirik. Salfetkanı çox az nəmləndirdim. Hansı hərf ki yapışmayıb, o hərfin altını belə nişastasını təmizləyin. Təzədən qoyun ki, yapışsın. Çünki mastikanı yayanda nişasta töksən deyim, çox vaxtda yapışmır. Kilogramın içiyi bişirirsiniz 15 manat.
Hayır, hər şey baha deyil qızlar. Həqiqətən çox bahalaşıb. Allahın altında bu ucuz istəyən klientlərə aparasan o tort mağazinə, deyəsən ki, al ləvazimat. Görək ki, bir torta nə qədər ləvazimat gedir. Hələ onun üstəlik burada arxa planda çıxan qabın, su pulusu olsun, işıq pulusu olsun, saatlarla ayaq üstə durmağın olsun. Ona görə başa düşən yoxdur. Elə bilirlər ki, deyək ki, bu tortdan deyək 60 manat alırlamsa, klient elə bilir ki, o 60 manatın 60'ı da mənim cibimə gedir. Amma əslində elə deyil. Hə, qızlar, Bakıda daha yaxşıdır. Çünki ən azı 25-ə verirlər. Bizdə qalmır. Hələ 15'ə baha deyənlər var ki, bahadır, biraz indirim elə deyənlər var. Başa sala bilmirsən ki, bu işi mən keyfimdən görmürəm. Hə, yox, mən də yavaş-yavaş qaldırmalıyam. Çünki həqiqətən çatdırmaq olmur, sərf eləmir. Ləvazimatlar bahadır. Qızlar, belə tortumuz. Hə də bəzi klientlər var, pişirənlər var ki, 10 manata, 8 manata pişirir. Mənə maraqlıdır ki, ona nə alır? O baxır bizim aldığımız ləvazimat alır. Belə qızlar, bu qutardı. İndi bunu qoyaq xaladenikə. Hə, bunu zərini tökməmişəm. Zər qabı. Pəmbə zər töymüşdüm axırıncı dəfə. Bu tərəfə fırlayım qızlar, buradan zəri tapım. Tortlara bax, mütləq bu ağ zərdən vururam mən. Ya ki. Yaxşı deyirsiniz qızlar. Elə o qədər səbirlərim olur ki, çəkəndən sonra görürəm, təzə şəklini çəkməyə ərinəm. Yazırlar ki, falan hərf səhvdir falan. Deyirəm, əvvəlcədən görmüşəm, şəkili çəkəndən sonra görmüş oluram. Tabi durub təzədən bir də şəklini çəkmirəm düzəldəndən sonra. Hə də, elə bir ki, təzədən ucu çəkməyə ərinirsən qızlar. Belə. Tortumuz par-par parıldasın. Oradan bilmirəm, parıltısı görsənir, yoxsa yox. Belə, həyatda çox qəşəng parıltısı olur. Belə qızlar, tortdan qurtardıq.
İndi sonra şəkilə baxaram, görərəm neysə eksik varsa tamamlayaram. Yox, bu ağ zərrlər o qədər xırçıltılı olmur. Hə, şarikləri əlavə hesablayıram. Çünki orada 2 paçka şarik var. 2 paçka şarikdən bu qalıbdır. İndi hələ sonra ətraflı baxacağım, boşluq varsa bunları qoyum. 2 paçka şarikə 7 manat pul vermişəm. Ona görə onlar əlavə hesablanmalıdır. Zər vurduğum. Bunlar boşda satılır. İçində belə zər də satılır. Zər içində zər olan da satılır, boşda satılır. Belə. 2 kilo yarım tortdur. Əlavədə bunlar hesablanır. 5 manat budur, 7 manat budur, 1 manat budur, 2 manat 80 qəpikdə bu penoplastdır qızlar. 3 manatda lazer kesim, 2 manat banu sözü, 1 manatda rəqəm şar. 1 rəqəmi. Belə, bunu qoyaq. Aldın ikimizə. Mübarək sözündə üstünün nöqtələrini qoyaram. Hə qızlar, ola bilər sabah canlı açaram. İndi gedim. Mən də qız burada yatıb qalıb eləyib onu yerinə qoyum. Buraları bir əl gəzdim. Sonra o bir tort elə belə sadə şəkilli tortdur. Normal tortdur. Sıvanıb üstünə şəkil qoyulacaq. İnşallah çatıra bilsəm sabah yenə açaram canlı. Ayı 5 manat. Tortu indi hələ ki məktəblər, bağçalar istəyir də qızlar. Onlar bayram keçirir ona görə. Yoxsa bu belə ev üçün istəyənlər 30-31-nə istəyirlər. Amma məktəblərdir, bağçalardır bunlar tez keçirir də, məktəb sonra bağlanır. Ona görə. Şənlik üçündür bəli. Neysə qızlar, sağ olun. Başqa rayona taksi ilə göndərirsiniz. Başqa rayona, yaxın rayonlara buradan Sabirabada, Saatlıya tort göndərirəm bəli. Amma onlarda da ki özləri gəlib aparır. Belə taksi klient ödənişini eləyərsə taksinin, onu da göndərə bilərik. Çox sağ olun qızlar. Gecəniz xeyrə qalsın. İnşallah çalışacağım. Görüm sabah aça bilsəm, sabah da canlı açaram. İndi saat neçədir? 1-ə işləyib. Gedim onu tez bazar eləyim. Biraz canlı da eləyəndə vaxt geç gedir. Gedim o tortu da tez bazar eləyim sabaha, çünki çox tortum var. Başım çox qarşı. Dincəlim. Çox sağ olun. Əl işiniz möhtəşəmdir. Çox sağ olun. İnşallah çatdıra bilsəm sabah da canlı açacağım. Yəni əvvəldə çatdırmasam da saat 11-dən sonra açacağım. Sizin hər ehtimala qarşı bildirimləri açın ki, mən canlı açanda sizə bildiriş gəlsin. Çalışacağım bayrama kimi tez-tez açam. Sağ olun, gecəniz xeyrə qalsın. Yaxşı ki baxmısınız. Sağ olun qızlar.